Daxili İşlər Nazirliyi su nəqliyyatında polis idarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. İdarəyə xidməti ərazi olan Suraxanı rayonu Hövsan qəsəbəsi Qum Adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan Vüqar Tahirov saxlanılıb. Həmin şəxsdən külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı su nəqliyyatında polis idarəsində araşdırmalar davam etdirilir. Qeyd edək ki, su polisləri tərəfindən Xəzər dənizi və xidmətə ərazi olan digər su hövzələrində qanuna zidd halların qarşısının alınması məqsədi ilə nəzarət tədbirləri sahil boyu davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır. Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda su nəqliyyatında polis idarəsinin 012 433 38 12 və 012 433 38 02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.